Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə homotitiya, oxşarlıq çevrilməsi, oxşar fiqurlar. Bu bölmənin testlərini izah edəcəm. Baxaq birinci suala. Birinci sualda deyir ki, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına kongruentdir. Biz bilirik ki, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına kongruentsə, bu fiqurlar oxşardır. Oxşarlıqda da oxşarlıq əmsalı S1-in S2-yə nisbəti bərabərdir K kvadratına. Yəni, oxşar fiqurların sahələri nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Biz bunu yerinə qoyub yazsaq, 45 bölək 20 bərabərdir K kvadratı. Bunları 5-ə xısar aparsaq qalır 4-də 9. Deməli, 9 bölək 4 bərabərdir K kvadratı. K oldu 2-də 3. Oxşarlıq əmsalı 2-də 3-dür. Bizə indi perimetrlər nisbətini soruşur. P1-in P2-yə nisbəti oxşarlıq əmsalına bərabərdir. Oxşarlıqda sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına nisbətinə bərabərdir. Amma perimetrləri elə oxşarlıq əmsalının özünə bərabərdir. İndi 36-nın P2-yə nisbəti bərabərdir 2-də 3-ə. Bu da ixtisar getdi 12. P2 bərabərdir 24. Y variantı. İkinci suala baxaq. Deməli, oxşarlıq əmsalı K bərabərdir 1,5 olan iki çoxbucaqlının perimetrlərini cəmi bizə verib. P1 üstə gəl P2 125. Bizdən bu perimetrləri soruşur. P1, P2. Biz bilirik ki, iki oxşar üçbucağın perimetrləri nisbəti, sonra medianların nisbəti, hündürlükləri nisbəti, sonra dağ nə çəkilmiş çevrələrin radiusları nisbəti, yəni sahədən başqa hamısı nisbətləri oxşarlıq əmsalına bərabərdir. Bir dənə sahə olanda oxşarlıq əmsalının kvadratı olur. Gətir burada yerinə yazsaq, P1 böl P2 bərabərdir 1,5. O da P1 böl P2 bərabərdir 1,5 onda 15. Onu da ixtisar aparsaq 2-də 3. Bunun ən sadə üsulu K ilə əvəz etməkdir. K olmasın x olsun. P1-ə deyək 3x, P2-yə deyək 2x. Bunların cəmi 125-dir. 3x ilə 2x'in cəmi 125'dir. 5x oldu 125. X oldu 25. X 25'dirsə biz P1'ə 3x demişdik. Onda olur P1 3 vur 25. O da oldu 75. P2 2 vur 25. O da oldu 50. Deməli perimetrlər 75 və 50 Y variantı. Üçüncü suala baxaq. Dördbucaqlının böyük tərəfi 30 cm, perimetri isə 84 cm-dir. Bu dördbucaqlıya oxşar və böyük tərəfi 40 cm olan dördbucaqlının perimetrini tapın. Deməli, böyük tərəfi, tutaq ki, böyük tərəfini A1 desək, A1 olsun 30 cm, perimetri B1 bərabərdir 84 cm. Bu dördbucaqlıya oxşar və böyük tərəfi, onda A2 oldu 40 cm, digərinin perimetriniz tapın. P2 bərabər sualı. Biz dedik ki, P1-in P2-yə nisbəti A1-in A2-yə nisbətinə bərabərdir. Bu da 84 bölək P2 bərabərdir 30 bölək 40. 30-dan 40 ilə onu ixtisar aparsaq 3, 4. Bunu çarpaz vursaq olur 3P2 bərabərdir 84 vuraq 4. P2 də bərabərdir. Deməli, 3P2 bərabərdir. Bunu vuranda 336. P2'ni də tapanda 3'ə bölürük 112. Cavab oldu Y variantı. Dördüncü sual da oxşar sualdır. Dördbucaqlının böyük tərəfi yenə A1 bərabərdir 28. Perimetri isə 60 cm-dir. P1 bərabərdir 60 cm. Bu dördbucaqlıya oxşar və böyük tərəfi 14 cm olan dördbucaqlının perimetrini soruşur. P2 bərabər suala. P1-in P2-yə nisbəti A1-in A2-yə nisbətinə bərabər dedik. 60 bölək P2 bərabərdir 28 böl 14. 28'den 14 ixtisar getdi 1, 2. O da 2 vur P2 bərabərdir 60. P2'ni tapanda 62'yə bölürük olur 30. D variantı 4'də. 5-ci sual. Uyğun tərəfləri, yəni A1 bərabərdir 14 və 18 cm olan iki oxşar çoxbucaqlı verilmişdir. A1 14 isə A2 olur 18. İki oxşar çoxbucaqlı verilmişdir. Birinci çoxbucaqlının perimetri, onda P1 oldu 70. İkinci çoxbucaqlının perimetrini soruşur. P2 bərabər suala. Biz də dedik ki, P1-in P2-yə nisbəti
A1'in A2'ye nisbətinə bərabərdir. 70 bölək P2 bərabərdir 14 bölək deməli 18. Bu da deməli 14 ilə 70 ixtisar aparıb 5 yaza bilərik burada. Qalır P2 bərabərdir 18 vur 5. Cavab oldu 90. Y variantı. 6-cı suala baxaq. Uyğun tərəfləri A1 bərabərdir 8 sm, A2 bərabərdir 12 sm olan iki çoxbucaqlıdan birinin perimetri, birincinin perimetri 64 olarsa, ikincinin perimetrini soruşur. Biz deyirik ki, P1'in P2'ye nisbəti A1'in A2'ye nisbətinə bərabərdir. Yəni 64 bölək P2 bərabərdir 8 bölək 12'ye. 8 ile 64 ixtisar getdi, burada qaldı 8. P2 bərabərdir 12 vuraq 8. Bu da oldu P2 96. Y variantı. 7-ci suala baxaq. İki oxşar üçbucağın sahələri, yəni S1 bərabərdir 36, S2 bərabərdir 81'dir. İkinci üçbucağın bir tərəfi A2 bərabərdir 3 cm olarsa, birinci üçbucağın tərəfini soruşur. A1 bərabərdir suala. Biz dedik ki, iki üçbucağın sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına nisbətinə bərabərdir. Amma tərəflərin nisbəti oxşarlıq əmsalının özünə bərabərdir. Buradan yaza bilərik 36'nın 81'e nisbəti k kvadratıdır. Onda k olur 9'da 6. Gətib yerinə yazsaq, A1'in A2'ye nisbəti 9'da 6. O da oldu A1 bölək 3 bərabərdir 9'da 6. Bu ixtisar getdi 3'ə 3 qaldı. A1 də oldu 2. D variantı 7'də. 8-ci suala baxaq. Deməli S1 bərabərdir 50 kvadrat metr, S2 bərabərdir 200 kvadrat metr olarsa, ikinci üçbucağın bir tərəfi A2 bərabərdir 12 metr olarsa, birinci üçbucağın tərəfini soruşur. A1 bərabərdir suala. Yenə S1'in S2'ye nisbəti k kvadratına bərabərdir. Yəni 50 bölək 200 bərabərdir k kvadratı. Buradan k kvadratı bərabərdir 4'də 1. K da oldu 2'də 1. İndi yerinə yazsaq A1'in A2'ye nisbəti bizdə dedik oxşarlıq əmsalı k-yə bərabərdir. O da A1 bölək 12 bərabərdir 2'də 1. 2 A1 bərabərdir 12. A1 də oldu 6. B variantı 8. 9-cu suala baxaq. İki oxşar çoxbucaqlının böyük tərəfləri, yəni A1 bərabərdir 25, o birisində də A2 bərabərdir 15. Perimetrlər cəmi P1 üstəgəl P2 isə 96'dır. Perimetri kiçik olan çoxbucaqlının perimetrini tapın. Deməli biz dedik ki, P1'in P2'ye nisbəti A1'in A2'ye nisbətidir, bərabərdir. Buradan yerinə yazsaq olur P1 böl P2 bərabərdir A1 25, A2 də 15. Bunu da ixtisar aparsaq 5'ə qaldı 3'də 5. Bunu desək ki, P1'in qiyməti 5x-dır, P2'nin qiyməti 3x-dır. Əvəz etmədə gətirib yerinə yazsaq daha rahat olar. Bunların da cəmi P1 5x üstəgəl 3x bərabərdir 96, 8x bərabərdir 96, x oldu 12. Onda P1 bərabərdir 5x, yəni 5 vur 12 60. P2 bərabərdir deməli 3 vur 12 oldu 36. Bizdən perimetri kiçik olan üçbucağı soruşur. O da oldu 36. A variantı. 10-cu suala baxaq. İki oxşar çoxbucaqlının böyük tərəfləri, yəni A1 bərabərdir 25, A2 bərabərdir 15. Perimetrləri fərqi P1 çıxaq P2 bərabərdir 24 olarsa, perimetri böyük olan çoxbucaqlının perimetrini tapın. Biz dedik ki, P1'in P2'ye nisbəti elə A1'in A2'ye nisbətidir. Buradan yerinə yazsaq, o da olur 25 böl 15, 3'də 5. Onda P1 oldu 5K, 5x deyək də. Burada bu K var, oxşarlıq əmsalı. P2 bərabərdir 3x. Perimetrlər fərqi 5x çıxaq 3x 24'dür. 2x 24'dür. X'in qiyməti oldu 12. Onda P1 olur 5 vur 12 60. P2 olur 3 vur 12 36. Bizdən də perimetri böyük olan soruşur. O da 60. A variantı 10-cu sual. 11-ci suala baxaq.
K bərabərdir 2 əmsallı homotetiada ABC üçbucağı A1, B1, C1 üçbucağına keçir. Deməli, homotet əmsalı 2 isə fiqur 2 dəfə böyüyür. Yəni, BK-nın tərəfi, BK medianın uzunluğu x-dırsa, B1 K1'in uzunluğu olur 2x. Bunların da cəmini bizə verib 2x ilə x-in cəmi 27 olarsa 3x olur 27, x oldu 9. Bizdən B1 K1'i soruşur. B1 K1'də 2 vur 9 oldu 18, D variantı. 12-ci suala baxaq. 12-ci sualda perimetrlərin nisbəti, yəni P1'in P2'ye nisbətini bizə verib 2'nin 1'ə nisbəti. Bizdən sahələrin nisbətini soruşur. S1'in S2'ye. P1'in P2'ye nisbəti elə K-ya bərabərdir. Yəni oxşarlıq əmsalı 2'nin 1'ə nisbətidir. Amma sahə olanda biz bunun kvadratını götürürük. Ona görə S1'in S2'ye nisbəti 4, yəni 4'ün 1'ə nisbəti olur. Bu da oldu C variantı 12. 13-cü sual. İki oxşar çoxbucaqlıdan, üçbucaqdan birincinin perimetri ikincinin perimetrindən 1,5 dəfə böyükdür. Birinci ikincidən böyükdür. Onda P1 bərabərdir 15 vuraq P2. Birinci üçbucağın medianı ikinci üçbucağın medianından neçə dəfə böyükdür? Birinci üçbucağın medianı da ikinci üçbucağın medianından 15 dəfə böyük olur. Niyə? Çünki elə perimetrlərin nisbəti medianların nisbətinə bərabərdir dedik. O da bərabərdir K oxşarlıq əmsalına. Yəni o da oldu 15 dəfə böyük variantı. 14-cü sual. 14-cü sualda yenə deməli iki oxşar üçbucaqdan ikincinin perimetri birincidən böyükdür. P2 bərabərdir 13 P1. İndi ikinci üçbucağın hündürlüyünün birinci üçbucağın hündürlüyünə neçə dəfə böyükdür? Bu da oldu 13 dəfə. Çünki perimetrlərin nisbəti, hündürlüklərin nisbəti hamısı K-ya bərabərdir. Yəni oxşarlıq əmsalına. 15-ci suala baxaq. 15-ci sualda hündürlüklər nisbətini verib. H1'in H2'ye nisbəti 1'in 3'ə nisbətidir. Sahələrin nisbətini soruşur. Biz bilirik ki, hündürlüklərin nisbəti elə K oxşarlıq əmsalına bərabərdir. Amma sahə olanda K-nın kvadratı olur. Yəni 3'də 1'in kvadratı 9'da 1. O da olur 1'in 9'a nisbəti C variantı. 16-cı suala baxaq. Yine sahələrin nisbətini verib S1'in S2'ye nisbəti 12'nin 75'ə nisbəti olarsa H1'in H2'ye nisbətinə soruşur. H1'in H2'ye nisbəti K-ya bərabərdir. Amma S1'in S2'ye nisbəti K kvadratına bərabərdir. K kvadratın qiyməti 25'də 12'dir. Bunu da çıxsar aparsaq 25'də 4. K da oldu 5'də 2. Deməli H1'in H2'ye nisbəti K-ya, yəni 5'də 2'ye bərabərdir. O da oldu 2/5 Y variantı 16. 17-ci suala baxaq. 17-ci sualda bizə ABC üçbucağı verib. Yazırıq ABC. Deməli bura oldu B, C, A. Bu üçbucaqda M-in düz xəttini oturacağa paralel verib. Burada 2 dənə üçbucaq alınır. Baxın, üçbucağın biri budur. M, N, A üçbucağı. Digəri isə bu üçbucaqdır. B, C, A üçbucağı. İndi biz deyirik ki, 2 paralel düz xətt üçüncü ilə kəsişdikdə uyğun bucaqlar əmələ gəlir. Hansı ki, bu uyğun bucaqlar bir-birinə bərabər olur. İndi gəlin bu şəkildə görək uyğun bucaqlar hansılardır. Baxın, buna alfa desəm, bunun uyğunu budur, alfa. Buna bir beta desəm, bunun uyğunu oldu, beta. A da ortaqdır deyə buna bir gamma deyirəm. Həmin bucaqları burada göstərirəm, alfa, beta, gamma. Yine burada alfadır, bu betadır, A da nədir? Gamma. Biz deyirik ki, üçbucağın oxşarlığının birinci əlaməti var. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərsə, bu üçbucaqlar oxşardır. Üçbucaqlar oxşardırsa, onda onun uyğun tərəflərin nisbəti də bərabərdir. İndi gəlin baxaq. Bizə deyir ki, M-nin BC-yə nisbəti 5'in 7'yə nisbətidir. Mən M-nə desəm ki, 5x, BC olur 7x. İndi burada baxaq. Burada gammanın qarşısı 5x-dir. Burada da gammanın qarşısı 7x-dir. Yəni M-nin BC-yə nisbəti. İndi bizə lazımdır nə? AY-nin NC-yə nisbəti. Yəni AY-nin NC-yə nisbəti bu tərəflərlə işləmək lazımdır. Onda alfanın qarşısına baxırıq biz. Balaca üçbucaqda alfanın qarşısında durub AY-nin tərəfi, böyük üçbucaqda alfanın qarşısında durub AC tərəfi. Deməli bunların nisbətləri bir-birinə bərabərdir.
M-nin BC-yə nisbəti 5-in 7-yə nisbətidirsə, biz deyə bilərik ki, AY-nin AC-yə nisbəti də 5-in 7-yə nisbətidir. Onu bu nisbətdən yaza bilərəm ki, buradan tutaq ki, AY 5K-dırsa, AC 7K-dır. Deyə bilərik də, düzdür buradan. AY 5K-dır. Bura 5K yazdıq. AC 7K-dır. Sonra deməli NC neçə K-ymış? 2K. Bizə deyir ki, AY-nin NC-yə nisbətini tapın. Deməli AY 5-dir, NC də 2-dir. O da olur 5-in 2-yə nisbəti A variantı. 18-ci sualda oxşar sualdır. İndi 18-də nə deyir? Yine bizə üçbucaq verib. Verdiyi üçbucaq deməli A, B, C üçbucaqdır. Bu da M-in. Yine biz desək ki, tutaq ki, bura bir beta desəm, onda bunun uygunu bura beta olur. Bura bir gamma desəm, uyğun bucağı gamma olur. Ad oldu alfa. Yine burada 2-dən 3 bucağın oxşarlığından gedir söhbət. İndi bizə deyir M-in 2x-dir. Onda B-si 7x-dir. Biz də dedik kiçik üçbucağın qarşısında duran tərəf M-in, yəni alfanın qarşısında duran tərəf M-indirsə, böyük üçbucaqda alfanın qarşısında duran tərəf B-sidir. Onda bizə NC-nin AC-yə nisbətini soruşur. Yenə biz bu tərəfdən işləyəcəyik. Onda betanın qarşısında duran tərəf nədir? Kiçik üçbucaqda betanın qarşısında duran tərəf AY, böyük üçbucaqda betanın qarşısında duran tərəfə nisbəti, AC-yə nisbəti. İndi M-nin BC-yə nisbəti 2-nin 7-yə nisbəti veribsə, biz deyirik ki, AY-nin AC-yə nisbəti də 2-nin 7-yə nisbətidir. Bunu K ilə əvəz etsək, AY-in olur 2K, AC olur 7K. Onda AY-in 2K-dırsa, deməli NC-yə qaldı 5K. Bizdən də deyir ki, NC-nin, buradan yazıram, NC-nin AC-yə nisbətini tap. NC neçədir bizdə? 5K. AC neçədir ümumi? 7K. O da oldu. Bunlar da ixtisar getdi, qaldı 5-in 7-yə nisbəti. O da oldu Y variantı 18. 19-cu suala baxaq. Gəlin şəkli çəkək. Deməli burada bu B, C, D, burada A. Çevrə mərkəzi buradan. Deyək ki, BC çevrəyə toxunan, BA isə kəsəndir. BD-nin uzunluğunu 4 cm verib, AD-nin uzunluğu 12 cm, DC 6 cm olarsa AC-ni tapın. AC x-də bilmirik. Biz desək ki, burada BC çevrəyə toxunan AD kəsəndir. Onda deyirik ki, toxunanın kvadratı bərabərdir. Kəsənin uzunluğu vura, kəsənin çevrə xaricində qalan hissəsinin hasili. Bu hazır düsturdur da. Bu da oldu BC-nin kvadratı 4 vur. AB 16 oldu. Buradan da BC-nin kvadratı 64. BC oldu 8. BC-yə yazıq 8. İndi biz burada 2-dən 3 bucağın oxşarını qurmalıyıq. Necə? Gəlin baxaq görək hansı bucaqlar var. Biz desək ki, tutaq ki, burada DC qövsü var. DC qövsü 2 alfadır. Onda deyə bilərik ki, bu bucaq alfadır. Niyə? Bir toxla bir kəsin arasında qalan bucaq deyir ki, qövsünün yarısına bərabərdir. Bu DC qövsü 2 alfadırsa, A bucağı da alfadır. Niyə? Çünki daxilə çəkilmiş bucaqdır. Qövsünün yarısıdır. İndi burada 2-dən 3 bucaq əmələ gəldi və bu 3 bucaqlar bir-birinə oxşardır. Hansılar oxşardır? Gəlin onu müəyyən edək. Baxın, B bucağı da burada ortaq bucaqdır. Biz deyirik ki, bir üç bucağın 2 bucağı uyğun olaraq digər 3 bucağın 2 bucağına bərabərdirsə, bunlar oxşar 3 bucaqlardır. Burada da oxşar 3 bucaq hansıdır? Biri A, B, C 3 bucağıdır. Bunun oxşarı da deməli B, D, C 3 bucağıdır. Çünki hər ikisinin bucaqları alfa və betadır. İndi baxaq. Böyük 3 bucaqda alfanın qarşısında duran tərəfə, böyük 3 bucaqda alfanın qarşısında BC tərəfi durur. Kiçik 3 bucaqda alfanın qarşısında duran tərəf B dedim. Sonra böyük 3 bucaqda betanın qarşısında duran tərəf AC'dir. Kiçik 3 bucaqda betanın qarşısında duran tərəf DC'dir. İndi bunların nisbətini yazsaq, BC 8, BD 4, AC x, DC 6. Buradan da çarpaz vursaq x'in qiymətini tapırıq 12. Elə AC də olur 12 Y variantı. 19-cu sual Y variantı.
20-ci sualda oxşar sualdır. Burada da şəkil çəkək. Deməli A, C, B, D. BD'nin uzunluğu verib 6 cm, DC'nin uzunluğu 11 cm, AC 22 cm. İndi bizdən AD'ni soruşur. AD X'dir. Bura X'dir. İndi baxaq. Görək hansı bucaqlar, üst bucaqlar oxşardır. Yenə deyirik ki, DC qövsü 2 alfadırsa, C bucağı da alfadır. Onda A bucağı da alfa olur. Çünki bu toxunanla kəsən arasındakı bucaqdır. Bu da deməli daxilə çəkilmiş bucaqdır. Qövsün yarısıdır. B bucağı da oxşardır. Ona görə də bura bir beta yazıram. İndi burada oxşarlığı quraq. Hansılar arasında oxşarlıq var? Deməli, oxşar üst bucaqlarımız A, B, C üst bucağı ilə B, D, C üst bucağıdır. İndi baxaq. Böyük üst bucaqda alfanın qarşısına duran tərəf BC-nin, kiçik üst bucaqda alfanın qarşısına duran tərəf BD-yə nisbəti bərabərdir. Böyük üst bucaqda betanın qarşısına duran tərəf nədir? AC-nin, kiçik üst bucaqda betanın qarşısına duran tərəfə nisbəti. Kiçik üst bucaqda betanın qarşısına duran tərəf də DC-dir. Verilənləri yerinə yazsaq, BC-nin qiyməti bizdə məlum deyil. Yazırıq BC bölək BD 6. O da bərabərdir AC. AC neçədir bizdə? 22 bölək DC. DC'nin uzunluğu 11. Buradan hesablasaq BC olur 12. BC'ni tapdıq 12. Lakin bizdə BC'ni yox, AD'ni soruşur. Biz də burada deyirik ki, çevrəyə bir toxunan bir kəsən çəkilib. Baxın, BC toxunandır, AB isə nədir? Kəsəndir. Onda deyə bilərik ki, toxunanın kvadratı kəsənin uzunluğunun vururuq xaricdə qalan hissəsi BD hasilinə. Onda bizdə toxunan 12'dir. 12'nin kvadratı bərabərdir AB. AB 6 üstə gələ X'dir. Bunu vururam 6'ya. O da oldu 6x plus 36 bərabərdir 144. Buradan da alınır nə? 6x bərabərdir 144 çıxaq 36. Bu da 6x oldu 108. X də oldu 18. Bizdən də deməli x'i soruşurdu. DA-nı. DA oldu 18. B variantı. 21-ci suala baxaq. Şəkil çəkək. İndi bizə deyir ABCD paralleqramında F nöqtəsi AC diaqonalını AF bölü FC-nin 7'nin 3'ə nisbətində bölür. Deməli, bura 7K'dırsa, bura 3K'dır. D və F nöqtələrindən keçən düz xətt BC tərəfini Y nöqtəsində kəsir. AD'nin uzunluğu 28 cm olarsa, BY'nin uzunluğunu tapın. Baxın uşaqlar. Burada iki dənə üst bucağın oxşarlığı alınır. Necə? Bura alfadırsa, burada alfadır. Çünki BC ilə AD paralel düz xətlərdir. İki paralel düz xətt üçüncü ilə kəsdikdə daxili çarpaz bucaqlar bərabər olur. Yəni onda bura betadırsa, burada betadır. Bu da daxili çarpazdır. Onda bunlar da eynidir. Tutaq ki, bura biz qamma yazsaq, bu da qammadır. Burada oxşarlıq alınır hansı üç bucaqlar arasında, onu göstərək. Deməli, A, F, D üç bucağı ilə Y, F, C üç bucağı oxşardır. İndi biz desək ki, AF'də üç bucağında tutaq ki, alfanın qarşısına duran tərəf, bizdə alfanın qarşısına duran tərəf yoxdur da, görürsünüz. Bir qammanın qarşısına duran tərəf var, bir də betanın. Gəlin bunu yazaq. AF'də üç bucağında betanın qarşısına duran tərəf AF, qammanın qarşısına duran tərəfə nisbəti AD nisbəti yaza bilərik. Sonra orada YFC üç bucağında alfanın qarşısına duran tərəf YF, qammanın qarşısında bizə alfa lazım deyil dedik də. Bizə lazımdır beta ilə deqdiyanın səhv yazaq. Bizə lazımdır betanın qarşısına duran tərəf. Betanın qarşısında duran tərəf deməli CF, bir də lazımdır qammanın qarşısına duran tərəf YC. İndi verilənlər yerinə yazsaq, AF nədir bizdə? AF'in uzunluğu 7K, AD'nin uzunluğu 28. Sonra kiçik üç bucaqda CF'in uzunluğu 3K, YC'nin uzunluğu da məlum deyil. K'lar getdi. 7 ilə 28 getdi 4.
Onda YS oldu 12. YS neçə oldu? 12 santimetr. İndi AD 28-dirsə, BS də 28-dir. Onda BY-in uzunluğu olur 28 çıxaq 12, 16 santimetr. BY oldu 16 santimetr. Bizdən deyir onu soruşur. C variantı. 22-ci sualda oxşar sualdır. Sadəcə burada şəkli biz qurmalıyıq. Deyir ABCD paralelogramında birinci paraleloqramı quraq. Yazaq ABCD. K nöqtəsi AC diaqonalını, deməli AC diaqonalının üzərində K nöqtəsi var. AC diaqonalını quraq. K nöqtəsi AC diaqonalını AK və KC nisbətində bölür. D və K nöqtələrindən BC tərəfini M nöqtəsində kəsən düz xətt çəkilmişdir. Deməli, bura biz K nöqtəsi yazsaq, K nöqtəsi D və K-dan düz xətt keçirsək, baxın belə. BC tərəfini hansı nöqtədə kəsir? M nöqtəsində kəsən düz xətt keçirilmişdir. İndi bizə verib deyib, yenə eyni oxşarlıqdır. Dedi ki, bu alfadırsa, burada alfadır. Deməli, bura bettadırsa, burada bettadır. Bunlar da qamma, qammadır. İndi verilənlərə uyğun nisbət quraq. Bizə deyir AK-nın KC-yə nisbəti, 5-in 4-ə nisbəti. Yəni, bura 5x-dırsa, bu 4x-dir. Olarsa, BM-in MC-yə nisbətini tapın. BM-in MC-yə nisbətini tapın. Yaxşı, biz buradan, bizə deməli MC lazımdır. Bura. Onda deyə bilər ki, qammanın qarşısına duran tərəf kiçik üçbucaqda. Çünki oxşarlığımız bizim bu üçbucaqlar arasında da bucaqları məlum olan. Orada yuxarıda kiçik üçbucaqda, yəni MCK üçbucağında qammanın qarşısına duran tərəf nədir? MC. Böyük üçbucaqda qammanın qarşısına duran tərəf AD bərabərdir. Sonra kiçik üçbucaqda bettanın qarşısına duran tərəf nədir? Deməli KC. Böyük üçbucaqda bettanın qarşısına duran tərəf AK. Verilənləri yerinə yazsaq, deməli MC-nin AD-yə nisbəti bərabər olur. KC neçədir bizdə? 4. AK-da 5. 4-ün 5-ə nisbəti. Deməli onda MC-yə biz yaza bilərik. Ta ki bu X yazmışıq, bunda K ilə əvəz edək. Deyə bilərik ki, onda MC 4K-dır, AD 5K-dır. Onda AD ilə BC bərabərdir axı, paralelogramın qarşı tərəfləri kongruent olur. Onda biz BM-ə deyə bilərik 1K. Bizə deyək ki, BM 1K-dır, MC-yə nisbəti 4K-yə nisbəti. Bunlar da ixtisar getdi, cavab qaldı 4-də 1 A variantı. 23-cü suala baxaq. 23-cü sualda deyir, iki oxşar çoxbucaqlının oxşarlıq əmsalı 3-dür. K bərabərdir 3. Sahəsi kiçik olan çoxbucaqlının sahəsi 30 sm olarsa, sahəsi böyük olan çoxbucaqlının sahəsini tapın. Tutaq ki, sahəsi kiçik olan S1-ə biz dedik 30. Onda S2 bərabərdir suala. Biz də deyirik ki, S1-in S2-yə nisbəti K kvadratıdır. Onu da yerinə yazsaq, 30 böl S2 bərabərdir 9 olar. Onda biz bu bərabərlikdən S2-ni daha kiçik alarıq. Amma bizə deyir ki, sahəsi böyük olan tap. Deməli, biz burada düzgün yazmamışıq. Biz yazmalıyıq, buna yazmalıyıq S2, buna yazmalıyıq S1. Onda olur nə? S1-in S2-yə nisbəti bərabərdir K kvadratı. Onda cavab böyük alınır. S1 bölək 30 bərabərdir 9-a. Bax, indi buradan alınan cavab ikinci o birisi üçbucaqdan böyük olur. 9 vur 30 oldu 270. 23-də cavab oldu 270. 23 hanı? Y variantı. 24-cü suala baxaq. 24-cü sualda da yine bizə üçbucaq verib. İndi deyək ki, baxın, belə bir üçbucaq verib. İndi bu üçbucaqda M, A, B, C, D. AM 5 cm, BM ümumi uzunluqdur 15 cm, sonra bura qalır 10 cm. CD 7 cm-dirsə, bizdən MC-ni soruşur. Burada uşaqlar 2 dənə üçbucaq var. Bu da məlum məsələdir. Baxın, bunlar AC ilə BD-ni paralel verdiyinə görə bura alfadır, bu da alfadır. Bura bettadırsa, bu da bettadır.
M bucağı da oxşar ortaq bucaqdır. Ona görə burada oldu nə? Qamma. İndi biz buradan oxşarlıqdan istifadə etsək, yaza bilərik ki, baxın, böyük üçbucaqda betanın qarşısına duran tərəf nədir? MB. Kiçik üçbucaqda betanın qarşısına duran tərəfə MA-ya nisbəti. Böyük üçbucaqda alfanın qarşısına duran tərəf. Böyük üçbucaqda alfanın qarşısında MD durur. Kiçik üçbucaqda alfanın qarşısına duran tərəfə nisbəti MC-yə nisbəti. Onu da yazsaq, MB olur 15, MA oldu 5. MD oldu x plus 7, MC oldu x. Bunda bu xəsər getdi 3 qaldı. Çarpaz vuranda 3x bərabərdir x plus 7. Buradan dalında 2x bərabərdir 7, x də oldu 3,5 D variantı. 25-ci suala baxaq. Deməli, üçbucağın tərəflərini verib bizə. Bir üçbucağın tərəfləri verib neçə? 2, 3, 2, yəni 2K, tutaq ki 5K, bu da olsun 4K nisbətindədir. Bu üçbucağa oxşar olan digər üçbucağın perimetri 22 olarsa, buna oxşardır. İkinci üçbucağın perimetri 22 olarsa, ikinci üçbucağın ən böyük tərəfini tapın. Biz deyə bilərik ki, birinci üçbucağın ən böyük tərəfi A1 olsun 5K, ikinci üçbucağın ən böyük tərəfi məlum deyil. Buna yazırıq, tutaq ki x. Birinci üçbucağın perimetri oldu bunların cəmi. Deməli 5K, 4K, 2K, o da oldu 11K. İkinci üçbucağın perimetri oldu 22. Biz də deyirik ki, tərəflərin nisbəti, perimetrlərin nisbəti bir-birinə bərabərdir. P1 11K'dır, P2 22'dir. A1 5K'dır, A2 X'dir. Buradan elə K'lar getdi. 11 ilə də 22 xəsər getdikçe X oldu 10. Deməli, ikinci üçbucağın ən böyük tərəfi neçə santimetrdir? 10 santimetr. Bunu belə də yazmaq olur. Baxın, bunun perimetri 11K'dırsa, digərinin perimetri bundan 2 dəfə çoxdur. Deməli, elə bunun tərəfi 5'dirsə, bunun digər tərəfi də bundan 2 dəfə çox 10 ola bilər. Bu daha qısa oldu. Bu ətraflı yazdım ki, tam başa düşəsiniz. 26-cı suala baxaq. Bir kvadratın tərəfi digər kvadratın tərəfindən 25 dəfə böyükdür. Bir kvadratın tərəfi tutaq ki, K'dırsa, ikinci kvadratın tərəfi bundan 25 dəfə böyük 25K'dır. Onların daxilinə çəkilmiş çevrələrin radiusları nisbətini tapın. Biz dedik ki, tərəflərin nisbəti elə radiusların nisbəti ilə bərabər olur. Yəni, A2-nin A1-ə nisbəti elə R2-nin R1-ə nisbətidir. Yəni, bu da 25-in 1-ə nisbəti olur. C variantı. 27-ci sualda bir kvadratın tərəfi digər kvadratın tərəfindən 9 dəfə böyükdür. Birinci kvadratın daxilə çəkilmiş çevrənin radiusu, ikinci kvadratın daxilə çəkilmiş çevrənin radiusuna hansı nisbətdə olar? Elə yenə tərəflərin nisbəti radiusların nisbətinə bərabər olduğuna görə burada da yenə deməli birinci kvadratın daxilində çəkilmiş radius ikincidən 9 dəfə böyük olar. Buradan da alınır 9'un 1'ə nisbəti. O da oldu Y variantı. 28-ci suala baxaq. Kvadratın tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat alınmışdır. Birinci kvadratın xarici çəkilmiş çevrənin radiusunun ikinci kvadratın xarici çəkilmiş çevrənin radiusuna nisbətini tapın. Baxın, bir dənə kvadratdır. Kvadrat çəkək. Bu kvadratın belə çəkək. Tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat əmələ gəlir. Bunun tərəfinin ortası budur. Buradan ikinci kvadrat əmələ gəlir burada. Oxşaması da kvadrat təsəvvür edək. İndi bizə deyək ki, birinci kvadratın xarici çəkilmiş çevrənin radiusu. Birinci kvadratın xarici çəkilmiş çevrənin radiusu diagonalın yarısı olur. Kvadratın diagonalda tərəfindən kökdə 2 dəfə böyük olur. Olur kök altında 2 böl A. Şimdi tərəf A'dırsa, bu da olur onun yarısı. İndi bizə deyək ki, ikinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusu. İkinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusunu tapmaq üçün tərəfini tapmalıyıq. Baxın, bu kvadratın tərəfinin ortasından birləşibsə, biz deyə bilərik ki, bura A bölü 2, bu da A bölü 2'dir. Bu içəridəki kvadratın tərəfi olur. Bunlardan kökdə 2 dəfə böyük, kökdə 2 A bölü 2. Çünki burada bərabər yanlı düzbucaqlı üçbucaq alınıb.
Deməli bu böyük kvadratın xaricini çəkilmiş çevirən radiusu diaqonalın yarısı. İndi bizə lazımdır ki, kiçik kvadratın xaricinə çəkilmiş çevirənin radiusu. Onda bu kiçik kvadratın diaqonalı tapa bilərik. Bizə deyir ki, kvadratın diaqonalı tərəfindən kökdə 2 dəfə böyükdür. Yəni kökdə 2 a bölü 2-ni kökdə 2-yə böləndə elə olur a. Yəni kiçik kvadratın diaqonalı ilə böyüyün tərəfinə bərabərdir. Bu oldu a. Onda bunun da nisbəti oldu a-nın 2-yə nisbəti. Çünki xarici çəkilmiş çevirən radiusu diaqonalın yarısıdır. İndi bizdən deyir ki, birinci kvadratın xaricini çəkilmiş çevirən radiusunun ikincinin radiusuna nisbətini. Yəni kök altında 2a bölü 2-nin a bölü 2-yə nisbəti. Elə baxıram 2'lər getdi, bunlar da getdi, qaldı kökdə 2 bölək 1. Cavab oldu C variantı. 29-cu suala baxaq. Kvadratın tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat almışdır. Bu kvadratların xaricinə çəkilmiş çevrələrin radiusları nisbətini tapın. Yine oxşar üsulda həll edirik. Onu da biz tapdıq ki, kökdə 2 bölək 1. Yəni kvadratların tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat alınmışdır. Bu kvadratların xaricinə çəkilmiş çevrələrin radiusları tapın. Elə 28-ci sualda onu göstərdik, isbatını da verdik. Cavab oldu 29-da A. 30-cu suala baxaq. 30-cu sualda nə deyir? 30-cu suala baxaq. Deməli, 3 bucaq verib bizə. ABC 3 bucağı. ABC 3 bucağında uşaqlar YF orta xətt deyil, oturacağı paralel düz xəttdir. Bizə dedi ki, iki paralel düz xətt üçüncü ilə kəsdikdə uyğun bucaqlar bir-birinə bərabər olur. Uyğun bucaqları bərabər götürdük. Bu da ortaq bucaqdır, qamma. Deməli, YBF 3 bucağı ilə BAC 3 bucağı oxşar 3 bucaqlardır. Onda bizə bunların uyğun nisbətləri də bərabərdir deyə bilərik. Məsələn, burada bir kiçik 3 bucaq var. Bu 3 bucaqda bizə nəyi soruşur? YF x-dir. Kiçik 3 bucaqda bettanın qarşısında duran tərəf neçədir? 3. Qammanın qarşısında duran tərəf x-dir. Böyük 3 bucaqda bettanın qarşısında duran tərəf neçədir? Bettanın qarşısında duran AB-dir da, yəni 8. Qammanın qarşısında duran tərəf 16'dır. Buradan da x oldu 6. 31-ci sualda oxşar sualdır. Deməli, indi yazsaq buradan, həmin bucaqları yerinə qoysaq. Deməli, bu 3'dür, bu 8, bu da 33. İndi baxırıq, burada hansı 3 bucaqlar arasında oxşarlıq var? BMN ilə ABC 3 bucaqları oxşardır. Onda deyə bilərik ki, kiçik 3 bucaqda alfanın qarşısında duran B-in tərəfinin, böyük 3 bucaqda alfanın qarşısında duran BC tərəfinə nisbəti, kiçik 3 bucaqda qammanın qarşısında duran M-nin, böyük 3 bucaqda qammanın qarşısında duran AC nisbətinə bərabərdir. İndi bizdən də M-ni soruşur da X-i. İndi B-nin qiyməti 3'dür, BC-nin qiyməti 11, M-nin qiyməti X-dir, AC-nin uzunluğu oldu 33. Bunda çarpaz vursaq, X oldu 9, A variantı. Sonra 32-ci suala baxaq. Katetləri 3 və 4 olan düzbucaqlı 3 bucağa oxşar, perimetri 84 olan düzbucaqlı 3 bucağın hipotenuzunu tapın. Deməli, bir dənə düzbucaqlı 3 bucaq çəkirik. Katetləri 3, 4 isə hipotenuzu 5'dir. Onda bunun perimetri olur 4 üstə gəl, 3 üstə gəl, 5. 12. İndi digər düzbucaqlı 3 bucaq verib. Bu digər ikinci düzbucaqlı 3 bucağın perimetrini deyir 84 isə hipotenuzunu soruşur. Bu da S2. Bizə deyir ki, perimetrlərin nisbəti, yəni 12'nin 84'ə nisbəti hipotenuzların nisbətinə bərabərdir. 5'in S2'yə nisbəti. Bu da ixtisar getdi 7. S2 oldu 7 vur 5. 35 B variantı. 33-cü suala baxaq. Katetləri 6, 8'dir. Onda katetləri 6, 8 isə deyir ki, hipotenuz 10'dur. İkinci 3 bucağında hipotenuzunu 30 verib. Bizdən perimetrini soruşur. Onda birincinin perimetrini tapmaq üçün 6, 8, 10'u topladıq. Oldu 24. İkincinin perimetri bizə məlum deyil. Bizə deyir ki, perimetrlərin nisbəti uyğun hipotenuzların nisbətinə bərabərdir. Yəni 24'ün ikinci perimetrə nisbəti onun 30'a nisbətinə bərabərdir. Bu da ixtisar getdi 1, 3. P2 bərabərdir 24 vuraq 3. O da oldu 72 A variantı. 34-cü suala baxaq. İndi bizə ABC 3 bucağı verib. Bu ABC 3 bucağında deməli, bura B'dir,
adı S'dir. MN yenə oturacağı paralel xəttir. Bizə deyir ki, orta nöqtələrdir. Deməli, bu orta xəttir. Biz də bilirik ki, üçbucağın orta xətti onu sahəcə 4/1 S və 4/3 S nisbətində bölür. İndi bizə deyir ki, SAB MN'in SABC-yə nisbətini tapın. ABM 4/3 S-dir. ABC də elə S-dir. Bunlar ixtisar getdi, cavab qaldı 4/3 A variantı. 35 də ona oxşar sualdır. SMNS üçbucağının SABC üçbucağına nisbətini soruşur. Biz də dedik ki, orta xəttin əmələ gətirdiyi üçbucaq 4/1 S olur da. Yəni 4/1 S'in ümumi S nisbəti o da oldu elə 4/1 A variantı. 36-cı sual. Şəkil çəkək. İndi burada deyir ki, M'in 2K'dır. B'si 9K. Olarsa NS'nin AS'yə nisbətini tapın. Yine burada NS deməli 2 dənə üçbucağın oxşarlığıdır. Yəni bura alfa alfadır dedik. Bura beta betadır. Bu da gammadır. Kiçik üçbucağın deməli tərəfləri hansı? Kiçik üçbucaq hansıdır? Oldu burada MAN. Bu da kongruentdir ABC ilə. İndi bizdən NS'nin AS'yə nisbətini soruşur. Baxın. Biz deyə bilərik ki, kiçik üçbucaqda gammanın qarşısına duran tərəf MN'dir. Böyük üçbucaqda gammanın qarşısına duran tərəf BC-yə nisbəti. Kiçik üçbucaqda alfanın qarşısına duran AN-in, böyük üçbucaqda alfanın qarşısına duran AC-yə nisbətidir. Bərabərdir bu nisbət. İndi burada olur 2K'nın 9K'ya nisbəti, AN-in AC-yə nisbəti. Bunlar da getdi. AN oldu 2x. Bak AN 2'ye uyğundur. AC 9'a. AN onda oldu 2x. AC 9x. Onda bura qalır 7x. Bizdən də nəyə soruşur? NS'nin yəni 7x'in AC-yə nisbəti 9x-a nisbəti. O da oldu elə 7/9 C variantı. 37-ci sualda oxşardır. İndi burada M'nin 3K verib, BC'ni 7K verib, AN'in NS'yə nisbətini soruşur. Biz dedik ki, deməli tərəflərin nisbətləri bərabər olur. Onda bura 3K'dırsa, bura bir 3x deyə bilərik. Onda BC 7K'dırsa, bunun ümumisi də deməli 7x'dir. Onda bura qalır 4x. Bizdən də AN'in NS'yə nisbətini soruşur. AN 3x'dir, NS 4x'dir. O da oldu 3'ün 4'e D variantı. 38-ci suala baxaq. İndi bizə 2 dənə düz bucaqlı üçbucaq verib. Çəkək. İndi burada CD, AF. Bu da B olsa. İndi BF 8 santimetrdir. Qoşunuz bucaq A. Bura alfa desək, bu da 8'də 7'dir. Biz də deyirik ki, düz bucaqlı üçbucaqda kosin sayfanızı tapırdıq. Bitişik katetin hipotenuza nisbəti. Bunu belə yazsaq, sonra baxırıq ki, baxın, bu bucaqlar da ortaqdır, yəni beta beta, onda burada olur alfa. Deməli, bu üçbucaqlar oxşar üçbucaqlardır. Ona görə də bunların uyğun tərəflərin nisbəti bərabərdir. Yəni 8x-dir. 8x 8-ə uyğundursa, deməli x-in qiyməti 1-dir. Biz bunun oxşarlığını belə qura bilərik də. AB-nin BF-ə nisbəti deyə bilərik ki, bərabərdir AC-nin DF-ə nisbətinə. O da olur 8x-in 8-ə nisbəti 7x-in DF-ə nisbəti. Onda DF olur elə 7. Buraya yazdıq 7. Bizdən də soruşur BD-ni. Onu da Pifagora görə tapa bilərik də. BD bərabərdir kök altında 64 çıxaq 49. O da elə kök altında 15 oldu. B variantı. 39-cu suala baxaq. İndi burada deyir OD 7 cm.
Kosinüs bucaq C 7-də 6-dır. Bizə deyir ki, kosinüs bitişik katetin hipotenuza nisbətidir. 6x, bu da 7x. Burada da bəli, məsələn bu bucaq alfadırsa, bu da alfadır. Niyə? Çünki bunlar beta-betadır. Burada cəmlər 90 olmalıdır da. Burada biz deyirik ki, ACO ilə BOD oxşar üçbucaqlardır. Onda burada hipotenuzun qarşısında duran CO tərəfinin, burada hipotenuzun qarşısında duran DO-ya nisbəti bərabərdir betanın qarşısında duran AC-nin betanın qarşısında duran BD-yə nisbətinə bərabərdir. Bunu da elə yerinə yazsaq görürük ki, 7x-in 7-yə nisbəti 6x-in BD-yə nisbəti. Yəni elə buradan da BD oldu 6. Belə də baxmaq olar da. Yəni 7x 7-dirsə 6x da demək burada oldu 6. Bunu da Pifagora görə tapsaq B10-u. B10 tapanda olur kök altında 49 çıxaq 36. O da olur kök altında 13 Y variantı. 40-cı suala baxaq. Deməli, ABC üçbucağı ilə A1, B1, C1-i oxşar verib. Onda deyir A1, B1-in AB-yə nisbətini tapın. A1, B1-ə uyğun tərəf 3 kökdə 3'dür. Yəni A1, M1. AB-də kökdə 3. Yerinə yazsaq o da olur 3 D variantı. Biz dedik ki, tərəflərin nisbəti, medianların nisbəti, hündürlüklərin nisbəti hamısı bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. 41-ci sualda deməli, sahələrin nisbətini soruşur. Biz dedik ki, sahə olanda bunun kvadratların nisbətini götürürük. A, B, C. A1, B1, C1'ə uyğun 3 kökdə 3-sə yazırıq 3 kökdə 3 bölü kökdə 3'ün kvadratı. Sahə olanda kvadrat olurdu. O da olur 9 D variantı. 42-yə baxaq. Deməli, oturacaqları AD və BC olan ABCD trapesiyasında şəkil çəkək. Bir dənə trapesiya çəkək. Oturacaqları verib AD və BC. Deməli, A, B, C, D trapesiyasında. O diagonalların kəsişmə nöqtəsidir. Buradan diagonalları çəksək. Deyək. Diagonalın biri bu. Digəri də bu. O diagonallarının kəsişmə nöqtəsi olarsa BO 8, OD 20, sonra AC ümumi 42'dir. AC 42 ise gəlin bura x, burada 42 çıxaq x deyək. Baxın, burada 2 dənə üçbucaq oxşardır. Hansılar? Çünki bura alfadırsa, bunun daxil çarpazına alfa deyə bilərəm. Bura betadırsa, çünki AD ilə BC paraleldir axı, burada bir beta deyə bilərəm. Onda bunlar gamma, gamma olur. Bu üçbucaqlar oxşar olur. Oxşar alınır hansılar oldu deməli? B, O, C üçbucağından A, O, D üçbucağı kongruentdir. İndi buradan uyğun nisbətləri yazaq. Balaca üçbucaqda alfanın qarşısındakı tərəf BO-dur. Böyük üçbucaqda alfanın qarşısındakı tərəf OD-dir. Bunların nisbəti böyük üçbucaq, balaca üçbucaqda betanın qarşısındakı tərəf CO-dur. Böyük üçbucaqda betanın qarşısındakı tərəf OA-dır. Bunların nisbətləri bərabərdir. BO 8-dir. OD 20, CO x, AO da oldu 42 çıxaq x. Bu nisbətdən x-in qiymətini tapaq. Bunlar x-a gedir 4'ə 2, 4'ə 5. Bu tənliyi həll etsək olur 5x bərabərdir 84 çıxaq 2x. 7x bərabərdir 84. X oldu 12. X 12-dirsə OC-nin uzunluğu deməli 12-dir. OC'nin uzunluğu, çünkü burada x demiştik ya, OC'nin uzunluğu 12'dir. AO da ümumi 42 ise 42'den 12 çıxanda burada da qaldı. AO oldu 30. 12 ve 30 D variantı 42'de. 43-cü sualda oxşar sualdır. Yine trapesiyanı çəkək. Bizə nə deyir burada? Trapesiya verib A, B, C, D. 43 yazın bura. A, B, C, D. AD oturacağı 20 cm, BC oturacağı 15 cm-dir. AC diagonalı 28 olarsa, diagonalların kəsişmə nöqtəsi ilə bölündüksə uzunluqlarını tapın. Bura bir O desək, bu da ümumi 28'dir. Bura x olur, bu da 28 çıxaq x olur. Bu nisbatını öncəki tapşırıqda dedik.
Onda deyə bilərik ki, məsələn, bunlar bu alfadır, bu da alfadır. Bu bucaqlar da beta-betadır. Onda alfanın qarşısındakı tərəf x-dir. Bu qamma ortaq tərəfdir də. Qammanın qarşısındakı tərəf 15-dir. Bərabərdir. Böyük bucaqda alfanın qarşısındakı tərəf 28 çıxaq x. O birisində qammanın qarşısındakı tərəf 20-dir. Bunu da ixtisar aparsaq 20-nin 15-i burada 3 qaldı. Burada 4. 4x bərabərdir. Çarpaz vursaq 84 çıxaq 3x. O da 7x bərabərdir 84. X də oldu 12. İndi bizdən deyir ki, bölündü hissələri tapın. Burada bir O desəydik, bölündü hissələr CO, X də oldu 12. O birisi də AO. AO'nu da tapanda 28-dən 12 çıxdıq, oldu 16. 12 və 16 C variantı. 44-cü suala baxaq. 44-cü sualda da deməli bu CB ilə CD vətərləri AB ilə CD vətərləri K nöqtəsində kəsişirlər. Burada deməli 2 dənə oxşar üçbucaq alınır. Üçbucaqlar oxşardırsa, onun uyğun tərəflərinin nisbətlərinin kvadratları. Biz niyə kvadrat götürürük? Çünki bir sahələrdə dedik kvadratların nisbətidir. Onda ASK-ya uyğun tərəf SK-dır. AKD-yə uyğun tərəf də AK-dır. Bunların kvadratı olur. Onda SK bizdə kökdə 3, AK da 2. Bunda kvadrata yüksəltsək olur 4-də 3. B variantı. 45-ci sualda 10 kimidir. SKB SAKD-yə nisbəti. SKB-yə uyğun tərəf BC-dir. AKD-yə uyğun tərəf AD-dir. Bunların nisbətinin kvadratları. Bu da oldu kökdə 2. AD də oldu 3. Bunda kvadratı oldu 9'da 2. O da oldu elə 2'nin 9'a nisbəti. B variantı. 46-cı suala baxaq. Orta xətti 56 cm olan trapesiyanın diaqonallarının kəsişmə nöqtəsi oturacaqlardan 6 və 8 cm məsafədədir. Deməli, bir dənə trapesiya çəkirik. Bu trapesiyanın orta xəttini 56 verib. Orta xətti, tutaq ki, desək ki, orta xətt A üstə gəl B bölü 2 bərabərdir 56. Onda oturacaqların cəmi olur 112. Bura A deyirik, bura B. İndi bizə diaqonalların kəsişmə nöqtəsi oturacaqlardan 6 və 8 cm məsafədədir. Tutaq ki, diaqonalların kəsişmə nöqtəsini buranı götürsək. Bura oturacaqlardan 6 və 8 cm məsafədədir. 6 və 8 cm. İndi trapesiyanın oturacaqların uzunluqlarını soruşur. Biz deyirik ki, bu üç bucaqlar dedik ki, ispat elədik ki, bu üç bucaqlar oxşardır. Bu üç bucaqlar oxşardır. İndi bu üç bucaqlar oxşardırsa, bunların tərəflərin nisbəti ilə hündürlərin nisbəti bərabərdir. Yəni, A-nın B-yə nisbəti elə 6'nın 8'ə nisbətidir. Oradan deyə bilərəm, bunlar ixtisar getdi 4'də 3. Buradan deyə bilərik ki, A 3K-dırsa, B də 4K-dır. Bunların cəmi də 112'dir. Onda yaza bilərəm ki, 3K ilə 4K-nın cəmi 112, 7K oldu 112, K da oldu 16. K 16'dırsa, A 3 vur 16, 48'dir. B 4 vur 16, 64'dür. O da cevap oldu C variantı. Oturacaqların uzunluqlarını soruşur. 47-ci suala baxaq. Deməli, orta xətti 18 cm olan, yenə A üstə gəl B bölü 2 bərabərdir 18 yazaq. A üstə gəl B olsun 36. Diaqonalların kəsişmə nöqtəsindən 5 və 7 cm məsafədədir. Bunu göstərdik. Deməli, trapesiyadır. Diaqonallar kəsişdi. Diaqonalların kəsişmə nöqtəsi 5 və 7 məsafədədir. Deməli, bura A olsa, bura B. Biz dedik ki, uyğun tərəflərin nisbəti hündürlükləri nisbətinə bərabərdir. Onda deməli, bu hündürlükləri də bizə 5'in 7'yə nisbət verib. Yazırıq A bölü B 5'in 7'yə nisbəti. Onda A oldu 5K, B oldu 7K. Bunların da cəmi 5K ilə 7K'nın cəmi oldu 36, 12K 36, K da oldu 3. K 3'dürsə A oldu 15, B də oldu 21. Trapesiyanın oturacaqları 15 və 21 B variantı.
48-ci suala baxaq. Deməli bizə veribdir nə? ASB üçbucağı. Bu ASB üçbucağında deyir ki S bucağı 90 dərəcədir. Yəni bu düzbucaqlı üçbucaqdır. ASB. S bucağı 90 dərəcədir və burada NM. ANM-i də 90 dərəcə verib. Biz baxırıq ki A bucağı da ortaq tərəfdir. Yəni bura alfadır. Bura beta yazsam onda burada beta olur. Çünki düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir axı. Onda AN tərəfi x, MN tərəfi 1 olsa, Pifaqor teoreminə görə deyə bilərik ki, AM x kvadrat üstə gələk 1 olur. Bizə də MB-yə y verib. SB-yə də 2 verib. İndi bizə deyir ki, y-i x ilə əvəz edin. Baxın, buradakı 2 dənə üçbucaq oxşardır. Hansı üçbucaqlar dedik? ANM ilə ASB üçbucağı dedik nədir? Oxşardır. İndi bunların gəlin oxşarlığını quraq. Baxın, bu üçbucaqda ANM üçbucağında alfanın qarşısına duran tərəf MN-dir. Böyük üçbucaqda alfanın qarşısına duran tərəf SB-dir. Bu kiçik üçbucaqda deməli betanın qarşısında yox, 90 dərəcə, düz bucaq qarşısına duran tərəf AB-dir. Böyük üçbucaqda düz bucağın qarşısına duran tərəf AB-dir. İndi yerinə yazsaq, MN nə olur? MN-in uzunluğu 1, BC-nin uzunluğu 2, AM kök altında x kvadratı plus 1, AB-də kök altında x kvadratı plus 1 plus y-ə bərabərdir. Bunu da çarpaz vursaq, o da olur nə? Y üstə gələk kök altında x kvadrat plus 1 bərabərdir. 2 vuraq kök altında x kvadrat plus 1. Buradan da biz y-i tapsaq, bundan bu ifadədən bunu çıxırıq. Yəni 2 kök altında x kvadrat plus 1-dən çıxırıq kök altında x kvadratı plus 1-i. Buradan da alınır y bərabərdir kök altında x kvadratı plus 1. O da oldu B variantı 48. 49-cu suala baxaq. Deməli, AD və BC vətərləri K nöqtəsində kəsişir və bizə AKS və BKD üçbucaqların perimetrlərini verib. Deməli, perimetr AKS bərabərdir 20 cm verib. Perimetr BKD-ni verib bizə 24 cm. Olduğunu bilərək AK-nın BK-yə nisbətini soruşur. Biz də dedik ki, 2 dənə üçbucaq oxşardırsa, onların perimetrlərin nisbəti uyğun xətti ölçülərinin nisbətinə bərabərdir. Yəni elə AK-nın KB-yə nisbətinə bərabərdir. Orada da yerinə yazsaq, olur 20-nin 24-ə nisbəti. Bu da 4-ə ixtisar getdi, 6-da 5, yəni 5-in 6-ya nisbəti A variantı. 50-ci sualda elədi. Yenə bizə perimetrlər verir. Perimetr AKS-nin perimetr deməli BKD-yə nisbəti. Yenə bu üçbucaqlar oxşardır. Bunlar oxşardırsa bizdən də tərəflərin nisbətini soruşur. KS-nin KD-yə nisbəti. Yəni bu da perimetrlərin nisbətinə bərabərdir. 12-nin 10-a nisbəti. O da oldu 5-də 6. 6-nın 5-ə nisbəti C variantı. 51-ci suala baxaq. Düzbucaqlı üçbucaqda, bir dənə düzbucaqlı üçbucaq çəkək. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən nipetonuza çəkilmiş hündürlük. Düzbucaq təpəsindən nipetonuza hündürlük çəkək. Gəlin buraya yazaq A, B, C. İndi hündürlükdür. Onu 1 və 16 nisbətində bölür. Biz də deyirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı böldüyü hissələrin hasilinə bərabərdir. Onda h oldu 4. Hündürlüyün qiyməti oldu 4. Yəni bu h silək 4 yazaq. Bura oldu 4. İndi bizə deyir ki, böyük katetin hipotenuzla əmələ gətirdiyi bucağın tangensini tapın. Böyük katetin proyeksiyası böyük olur. Axında böyük katet A katetidir. İndi bizə deyir, böyük katetin hipotenuzla əmələ gətirdiyi bucağın, yəni bu alfanın tangensini tapın. Biz də deyirik ki, tangens alfa bərabərdir. Tangensin qaydası nə idi? Qarşı katetin bitişik katetin nisbəti. 4-ün 16-ya nisbəti. O da oldu 4-də 1 D variantı.
52-ci suala baxaq. Deməli, bizə 3 bucaq verir. ABC 3 bucağı və bu 3 bucaq 90 dərəcəli 3 bucaqdır. Yəni düz bucaqlı 3 bucaqdır. ABC 3 bucağında B düz bucaq təpəsindən BD hündürlüyü endirilmişdir. İndi bizə deyir ki, BD'nin uzunluğu 12 cm, BC'nin uzunluğu 20 cm olsa, AD'ni tapın. Tutaq ki, bura N, bura N desək, N uzunluğunu buradan tapa bilərik biz. 144 üstə gəl N kvadratı bərabərdir 400. Pifagora görə N kvadratı 256, N oldu 16. Biz də bilirik ki, düz bucaqlı 3 bucaqda düz bucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı böldüyü hissələrin hasilinə bərabərdir. O da oldu 144 bərabərdir M vur 16. M də bərabərdir 144'ü 16'ya böləndə oldu cavab 9. Y variantı. 54-cü suala baxaq. İlk öncə şəkli çəkək. Bizə ABC 3 bucağı verib. ABC 3 bucağını çəkək. Deməli, A-nı bura verib, C buradadır. BD hündürlükdür. BD hündürlükdür. Bir də DY. DY-nin də hündürlük verib. İndi baxaq. Burada bir 90 dərəcəli bucaq var. Burada biri, digəri də burada. İndi bizə deyir ki, ABC 3 bucağında B bucağı 90 dərəcədir. BD AC-yə perpendikulyardır. DY isə AB-yə perpendikulyardır. AB tərəfinin uzunluğu 40 cm-dir. BC tərəfinin uzunluğunu 30 cm verib. Onda biz deyə bilərik ki, AC hipotenuzu 50 cm-dir. Buradan biz BD-ni tapa bilərik. Necə tapırıq BD-ni? Baxın uşaqlar. Biz demişdik ki, düz bucaqlı 3 bucaqda katetlərin hasili hipotenuz və hipotenuza çəkilmiş hündürlüyün hasilidir. Bizdə də hündürlük BD olduğuna görə hündürlüyü tapmaq üçün 30'u vururuq 40'a, bölürük 50'yə. Sıfırlar getdi. 120'ni böldük 50'yə, qaldı 24. Deməli, BD hündürlüyün uzunluğu 24 cm-dir. Biz burada düz bucaqlı 3 bucaqdan istifadə edib CD katetini tapa bilərik, düzdür? Yaza bilərəm ki, CD'nin kvadratı bərabərdir 30'un kvadratı çıxaq 24'ün kvadratı. Bunu da müxtəsər vurma düsturuna görə bir dəfə çıxsaq, 30'dan 24 çıxıb, bir dəfə də 30'un üstünə 24 gəlsək, olur, deməli, neçə? 6 vur 54. 6'nı da 54'ə vuranda 324. Deməli, CD hündürlüyü oldu, CD hündürlüyü yox, CD tərəfi oldu 18. CD 18-dirsə, ümumi uzunluq 50 olduğuna görə, onda DA olur 50 çıxaq 18, o da oldu 32. İndi baxın, burada da bir dənə düz bucaqlı 3 bucaq var. Bu düz bucaqlı 3 bucaqda biz DY-ni tapmalıyıq. Baxın, düz bucaqlı 3 bucaq budur. DY. İndi baxaq buna. Yenə həmin düsturu burada tətbiq edə bilərik. Katetlərin hasili, katetlər bunlardır. Hipotenuz və hipotenuza çəkilmiş hündürlüyün hasilidir. Buradan ikinci hündürlük desək, oradan olur nə? Katetlərin bizdə biri verib, deməli, 24, digəri 32. Katetlərin hasili bərabərdir. Hipotenuz burada 40'dır, hündürlük də DY-dir. İndi DY-ni tapmaq üçün 24'ü vurduq 32'yə, böldük 40'a. 8'i xısar getdi 5, 8'i xısar getdi 4. O da oldu 5'də 96. 96'nı da 5'ə böləndə 19 tam 10'da 2 düşür. Cavab oldu D variantı. 55-ci suala baxaq. 2 bərabər yanlı 3 bucağın təpə bucaqları kongruentdir. 2 dənə bərabər yanlı 3 bucaq çəkək. Təpə bucaqlar kongruent isə oturacağı bitişik bucaqlar da kongruentdir. İndi birinci 3 bucağın yan tərəfi 25 cm, oturacağı 12 cm-dir. İkinci 3 bucağın oturacağı 15 cm, yan tərəfini tapın. Əgər ki 3 bucağın bucaqları bərabərdirsə, bunlar kongruentdir və onların nisbətləri də bərabərdir. Yəni 25'in x-a nisbəti 12'nin 15'ə nisbətinə bərabərdir. Buradan da 12 ilə 25 3'ə xısar getdi 5, 3'ə xısar getdi 4.
Buna çarpaz vursaq 4x bərabərdir 25 vuraq 5. 4x oldu 125. X də bərabərdir 125-i 4-ə böləndə 31 tam 4-də 1. Yəni 31 tam %25. D variantı oldu. 56-cı suala baxaq. Deməli, üçbucağı çəkirik. Buna aid əvvəlki testlərdə işləmişdik suallar. D. İndi bizə deyir ki, DY-nin uzunluğu 4-dür, BC-nin uzunluğu 7 cm olarsa, AD tərəfinin BD tərəfinə nisbətini tapın. Burada da uşaqlar 2 dənə üçbucağın oxşarlığı alınır. Biri deməli ADY üçbucağıdır, digəri isə ABC üçbucağıdır. Burada bərabər olan tərəflər bu alfa bucağı ilə alfa bucağıdır. Beta ilə beta bucağı konkurentdir. Çünki iki paralel düz xətt üçüncü ilə kəsdikdə uyğun bucaqlar əmələ gəlir. Və A bucağı da hər ikisində eynidir. İndi buradan biz oxşarlığı qursaq, böyük üçbucaqda və kiçik üçbucaqda ADY və ABC. Kiçik üçbucaqda qammanın qarşısına duran tərəf DY-dirsə, böyük üçbucaqda qammanın qarşısına duran tərəf BC-dir. Bizə bu AD ilə DB lazımsa betanın qarşısına baxırıq. Kiçik üçbucaqda betanın qarşısına duran tərəf AD-dirsə, böyük üçbucaqda betanın qarşısına duran tərəf AB-dir. Verilənləri yerinə yazırıq. 4 bölü 7 bərabərdir. AD böl AB. Bunu da nisbətlə yazsaq, deməli AD olur 4K, AB olur 7K. AD-yə yazdıq 4K, AB-nin 7K olması üçün buraya yazıram 3K. Bizdən də AD-nin BD-yə nisbətini soruşur. AD oldu 4K, BD oldu 3K. O da ixtisar gedir, olur 3-də 4, D variantı. 57-ci suala baxaq. 57-ci sualda yenə oxşar sualdır. Burada deməli ABC üçbucağı verib. Oturacaq BC, təpə bucağı A. M-in düz xəttidir, oturacağı paraleldir. İndi bizə AM 3-dür, BM də 7-dir. İndi M-nin, baxın, bu hissə 3-dürsə, biz M-nə 3K deyə bilərik. BC-yə nisbəti. BC böyük üçbucağın tərəfidir. Böyük üçbucağın yan tərəfi 10-dursa, oturacağına biz 10K deyə bilərik. Bundan əvvəlkində isbatını göstərdik. İndi bizə deyir ki, M-nin BC-yə nisbətini tapın. Yəni 3K-nın 10K-yə nisbətini tapın. O da oldu 10-da 3, Y variantı 57. 58-ci suala baxaq. Yine burada 58'də üçbucaqlar oxşardır. Niyə? Çünki məsələn M-də qövsü 2 alfadırsa, alfa. Onda bu bucaq da alfadır. Bu da alfadır. Və burada K bucağı da oxşardır. Yəni bir üçbucağın iki bucağı bərabərsə, bu üçbucaqlar oxşar üçbucaqlardır. İndi bu oxşar üçbucaqlardan birinin tərəfini verib 9, digərinin tərəfini verib, deməli ND-ni verib 15. Birincinin perimetrini verib MC, MKS'nin perimetrini verib 21. Bizdən perimetr NKD-ni soruşur. Biz də deyirik ki, perimetrlərin nisbəti uyğun tərəflərinin nisbətinə bərabərdir. Yəni MC-nin ND nisbətinə. O da olur 21 böl perimetr NKD bərabərdir 9 böl 15. 9'dan 15 3'e ixtisar getdi, qaldı 5'də 3. 3'dən də 21 ixtisar gedib 7 qala bilər. Perimetr NKD bərabərdir 7 vur 5, 35. B variantı. 59-cu sualda yenə oxşar sualdır. Deməli, perimetr NKD-nin perimetrinin MKS'nin perimetrine nisbəti NKD deməli ortaq tərəf ND'dir. ND'nin də MC-yə nisbəti. İndi burada da 36'nın perimetr MKS bərabərdir. ND'nin uzunluğunu bizə verib 12, MC də 8. 12 ilə 36 ixtisar getdi 3. O da perimetr MKS'nin perimetri oldu 3 vur 8, 24 D variantı. 60-cı suala baxaq. Şəkli çəkək. İndi deyir ki, ABC üçbucağında BC tərəfinin uzunluğu 12 cm, DC tərəfinin uzunluğu 9 cm olarsa,
və A bucağı ilə B bucağı bir-birinə bərabər olarsa AD-ni tapın. X-i. Baxın, biz desək ki, bura alfadırsa, bu bucaqda alfadır. Onda C bucağına qamma desək, bu üç bucağın təpə bucağı olur, tutaq ki, beta. Burada biz deyirik ki, bir üç bucağın iki bucağı uyğun olaraq digər üç bucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar oxşardır. Burada da oxşarlıq hansı üç bucaqlar arasında var? Deməli, üç bucaq ABC ilə üç bucaq BDC'nin arasındadır. Niyə? Çünki baxın, deməli, B bucağı alfa verib, qamma, böyük ABC üç bucağında bucağın biri alfadır, digəri qammadır. Onda mən deyə bilərəm ki, baxın, alfa ilə betanın, alfa ilə qamma bucağının cəmi 180 çıxsa, 180-də bu ikisinin cəmi çıxsaq beta alınır. Biz onda deyə bilərik ki, burada baxın, bu B bucağının ümumisi də bir betadır. Niyə? Çünki elə alfa ilə qammanın cəmindən 180 çıxsaq, 180-də bunların cəmi çıxsaq betanı alarıq. Bu şəkili bir dənə baxın. Əlavə çəkəcəm kənarda, bu oxşarlığı görün. Üç bucağın biri budur. Bax, B, A, C. Tərəfinin biri 12-dir. Bucağı alfadır. Bu bucaq qammadır. Bu da betadır. Bu tərəfdə 9-dır, gəl X-dir. İkinci üç bucaq budur, bax, bunun oxşarı. B, D, C. C bucağı qammadır. B bucağı alfadır. D bucağı da betadır. Burada da bizə tərəfin biri 9, digəri də 12-dir. Biz də deyirik ki, məsələn, baxın, betanın qarşısında, böyük üç bucaqda, betanın qarşısındakı duran tərəf, yəni 9 təgələ X-in, kiçik üç bucaqda betanın qarşısındakı tərəfə nisbəti, 12-yə nisbəti. Sonra, böyük üç bucaqda alfanın qarşısında duran tərəf 12-nin, kiçik üç bucaqda alfanın qarşısında duran tərəf 9-a nisbətinə bərabərdir. Bunu da çarpaz vursaq, 81 üstə gəl 9x bərabərdir 144. 9x bərabərdir 144-dən 81 çıxdı. Buradan alındı 9x bərabərdir 63. X də oldu 7. Bizdən də soruşur AD tərəfi, elə AD də oldu 7. 61-ci suala baxaq. 61. Yeni şəkili çəkək. Bizə bir dənə parallelogram verib. İndi bu parallelogramda şəkil tamamlayaq. Mən A, B, C, D, Y, F. AD tərəfini bizə verib 15 cm uzunluğunu. CF-in uzunluğu 3 cm. CY-in uzunluğu 2 cm-dir. AB tərəfin uzunluğunu soruşur. AB tərəfin uzunluğu ilə CD tərəfin uzunluğu eynidir. Yəni, bura A yazsam, bu da A olur. Burada 2 dənə oxşar üç bucaq alınır. Biri CYF üç bucağı oxşardır. AYD üç bucağı ilə. Niyə? Gəlin, indi bunun niyəsini göstərək. Baxın, bunlar iki paralel düz xətdirsə, bura alfadırsa, bu bucaq da alfadır. Y bucağına mən beta desəm, Y bucağı hər ikisində var, bu betadır. Onda burada bir üç bucaq alındı. Mən bura bir qamma desəm, onda paralelliyə görə burada qamma olur. İndi baxaq. Bala, kiçik üç bucaqda betanın qarşısındakı duran tərəf nədir? FC. Bəs böyük üç bucaqda betanın qarşısında duran tərəf AD-dir. Sonra kiçik üç bucaqda qammanın qarşısında duran tərəf YC. Böyük üç bucaqda qammanın qarşısında duran tərəfə, o da YD-yə nisbəti bərabərdir. İndi baxırıq. FC-nin uzunluğu bizə verib 3. AD-nin uzunluğu 15. YC-nin uzunluğunu 2 verib. CD-nin uzunluğu 2 plus A. Bunu da çarpaz vursaq. 6 plus 3A bərabərdir 30. 3A oldu 24. A da oldu 8. Bizdən də soruşur AB tərəfini. Elə CD tərəfinə biz A demişdik də. Bu 8-dirsə, elə AB də oldu 8. Cavab oldu Y variantı. 62-ci suala baxaq. Trapesiyanın şəklini çəkək. Bizə deyir, trapesiyanın kəsişmə nöqtəsində, diaqonalların kəsişmə nöqtəsində
Deməli, diaqonallar kəskin nöqtəsinin 3/2 nisbətində bölünüb. Aha. Diaqonallar 3/2 nisbətində bölünüb. Tutaq ki, bu 3K-dırsa, bu kiçik hissəyə 3K yazmayaq da. Bura 2K yazaq, bura 3K yazaq. İndi bizə deyir ki, onun orta xətti kiçik oturacaqdan neçə dəfə böyükdür? İndi diaqonallar 3/2 nisbətində bölünüb. Gəlin biz oturacaqların nisbətini tapaq. Baxın, bu üç bucaqlar oxşardır. Çünki burada baxırsınız, daxili çarpaz bucaqlar əmələ gəlir. Bundan da bu konqruentdir. Bu üç bucaqla da bunlar konqruentdir. Biz də deyirik ki, bunların tərəflərin nisbəti elə digər tərəflərin nisbətinə bərabərdir. Yəni, məsələn, bura A desək, bura B desək, elə A-nın B-yə nisbəti də 2-nin 3 olur. Onda A oldu. Deməli, A oldu neçə? A-ya yazdıq 2K, B-yə də yazdıq 3K. İndi deyir ki, onun orta xətti L yazsaq, olur A üstə gəl, B/2. Yəni, 5K/2 oldu, 2/5K. Onun orta xətti kiçik oturacaqdan neçə dəfə böyükdür? Kiçik oturacaqda A demişdik. Ona görə də L-i bölürük A-ya. Yəni, 2/5K-nı 2K-ya bölürük. O da olur 1/125. Cavab oldu B variantı. 63-cü suala baxaq. Şəkili çəkək ilk öncə. Burada deyir ki, 63-də ABC üçbucağında M ağırlıq mərkəzdir. Biz də bilirik ki, ağırlıq mərkəzi üçbucaqda medianların kəsişmə nöqtəsidir. BK düz xətlərin uzantıları Y nöqtəsində kəsişir. MK KY-yə bərabərdir. Yəni, biz desək ki, MK X-dir, onda KY də olur X. Və MB olur 2X. Çünki medianların kəsişmə nöqtəsi daxil. İndi bizə deyir ki, DF ilə BC bir-birinə paraleldir. Paraleldirsə, məsələn, bura alfadırsa, bu bucaqda olur alfa. Çünki iki paralel düz xətt 3-cü ilə kəsişəndə uyğun bucaqlar bir-birinə bərabərdir. Sonra FK-nın bizdən AC-yə nisbətini soruşur. Deməli, FK-nın AC-yə nisbəti. Baxın, bura alfadırsa, burada alfadır. Burada iki dənə oxşar üçbucaq alınır. Baxın, biri budur, digəri də budur. Burada oxşar olan bucaqları bunun alfalardır. Bir də bura bir beta yazsam, bu beta ilə bu beta. Onda Y bucağı qammadırsa, biz burada bu hissəyə də qamma deyə bilərik. Bu bucağı da deyərik qamma. İndi gəlin bu üç bucaqların oxşarlığını yazaq. Baxın, bu kiçik üç bucaqda hansı üç bucaqlar oxşardır? Birinci onu yazaq. FKS oxşardır BKS ilə. İndi baxaq. Kiçik üç bucaqda alfanın qarşısına duran tərəf YK. Böyük üç bucaqda alfanın qarşısına duran tərəf hansıdır? BK-ya nisbəti. Sonra kiçik bizə FK-nın deməli FK-nın AC-yə nisbətini soruşur da. Kiçik üç bucaqda qammanın qarşısında duran tərəf, kiçik üç bucaq qammanın qarşısında duran tərəf FK-dır. Böyük üç bucaqda qammanın qarşısında duran tərəf SK-dır. Gəlin indi bu nisbəti tapaq. YK Y-dən K-ya qədər X-dir. BK B-dən K-ya qədər uzunluq 3X-dir. Çünki median daxil bərabərdir. FK bilmirik nədir? FK qalsın. SK-ya nisbəti. Aha. SK-ya nisbəti. Onda biz deyə bilərik ki, buradan FK-nın SK-ya nisbəti olur 3/1. Desək ki, tutaq ki, FK-ya biz FK-ya 3K FK-ya K desək, SK olur 3K. Baxın, burada yerinə yazsaq, tutaq ki, fərqli rənglə yazaq bilinsin. SK var ya, bu SK. Bu SK 3K'dırsa, bu FK 1K'dır. Bu da median olduğuna görə bu xət bu hissələri bərabər bölür. Yəni, bura 3K'dır, bura 1K'dırsa, onda bu hissədə olur 2K. Düzdür? Çünki median daxil bu fiqur. İndi bizə deyir
FK'ya biz dedik 1K. AC'ye nisbəti. AC'nin ümumisi neçə K oldu? 6K. O da oldu 1'in 6'ya nisbəti B variantı. 64-cü suala baxaq. Gəlin ilk öncə şəkil çəkək. ABCD trapesiyasında AB tərəfini CD tərəfinə paralel verib, AC diaqonalı ilə BY parçası F nöqtəsində kəsişir. İndi bizə deyir AY YD-yə bərabərdir. Yəni bura tutaq ki, bura A desə, bu da olur A. DC 6 santimetrdir. Onda YF verib 3 santimetr, AB isə 9 santimetr olarsa FB parçasının uzunluğunu tapın. Uşaqlar, buradan bir dənə biz Y'dən oturacağı paralel bir düz xətt çəksək, bu trapesiyanın orta xəttini çəkmiş ola bilərik. Çəkə bilərik də bunun orta xəttini, niyə də yox? Çünki bu tərəfin ortasıdırsa, elə bu digər tərəfin də ortasını birləşdirsək, bir orta xətt əmələ gətirə bilərik. Baxın, bu orta xətt həm də ADC üçbucağının orta xətti olur. Baxın, ADC üçbucağının orta xətti olur. Biz də deyirik ki, üçbucağın orta xətti oturacağının yarısıdır. Bura 6-dırsa, bura oldu 3. Onda baxın, burada bir dənə bərabər yanlı üçbucaq əmələ gəldi. Yan tərəfləri 300. Yan tərəfləri bərabərdirsə, oturacağı biçik bucaqlar da bərabərdir. Alfa, alfa. Bura bu kəsişmə nöqtəsinə gəlin bir dənə K deyək. Burada 2 dənə üçbucaq alındı. Baxın, biri üçbucağın YFK'dır. Digəri AFB'dir. Bu üçbucaqlar kongruentdir deyirəm. Deyirsiniz niyə? Çünki baxın, bu alfadırsa, bu YK ilə AB paralel olduğuna görə bu daxili çarpaz bucaqdır. Bu da alfadır. Onda bu alfanın qarşısı da burada alfadır. Çünki qarşılıqlı bucaqlardır axı. Deyə bilərik ki, onda burada da bərabər yanlı üçbucaq əmələ gəldi. Onda FB də oldu elə 9 santimetr. Bizdən də bunu soruşur. 65-ci suala baxaq. Şəkili çəkək. Bərabər yanlı ABC üçbucağında AB tərəfi BC tərəfinə bərabər olub 12 santimetrdir. BD hündürlüyünün o orta nöqtəsindən keçməklə BC tərəfinə paralel olan MN parçası çəkilmişdir. Baxın, bu bərabər yanlı üçbucaqdırsa, bunun oturacağı bitişik bucaqlar bərabərdir. Onda biz deyirik ki, MN ilə BC bir-birinə paraleldirsə, M bucağı da deməli alfadır. Niyə? Çünki paralel düz xəttlər arasında deməli iki düz xətt paraleldirsə, onda uyğun bucaqlar da bərabərdir. İndi baxaq burada. Bu da təpədən çəkilmiş median tənbələn hündürlüyü üst-üstə düşdüyünə görə BD də 90 dərəcədir. Bizə BC-nin uzunluğunu 12 santimetr verib. İndi baxın, bu O nöqtəsi BD-nin orta nöqtəsidirsə, onda N nöqtəsi də DC-nin orta nöqtəsidir. Onda ON orta xətt olur, 12-nin yarısı 6 olur. Yəni biz bu tərəfə desək ki, məsələn bura A'dır, bu da A oldu. Bu bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median tənbələn hündürlüyü üst-üstə düşdüyünə görə AD ilə DC də bir-birinə bərabər olur. AD də oldu 2A. İndi baxaq. Gəlin buradan M-ni tapmaq üçün M-dən bir dənə hündürlük endirək. M-dən endirdiyimiz hündürlük var ha, bu hündürlük. Bu hündürlük burada AMN üçbucağının hündürlüyü olur. Bu AMN də bərabər yanlı üçbucaqdır. Yəni burada da bir hündürlük əmələ gəlir. Bu bərabər yanlı üçbucağın oturacağına baxırsınız. Buradan bura qədər 3A'dır. Biz də deyirik ki, bərabər yanlı üçbucaq təpədən çəkilmiş median tənbələn hündürlük üst-üstə düşür. Yəni AH ilə HN bir-birinə bərabər olub 3A'nın yarısı olur. 1,5A. Onda biz dedik ki, HN 1,5A'dırsa, HD də çünki HD-də tapmaq üçün 1,5A'dan A'nı çıxırıq. 0,5A qalır HD'nin uzunluğu. Burada yazırıq. Baxın 0,5A. HD oldu 0,5A. İndi bizdə 2 dənə üçbucaq var. Biz onların oxşarlığını qurmalıyıq. Biri MHN düz bucaqlı üçbucaqdır. Bu oxşardır ODN düz bucaqlı üçbucağı ilə. Onu deməli, bura bir x desəm,
Hündürlüyün katetə nisbəti. MH hündürlüyü x-in, deməli x-in HN katetinə, yəni 1,5 aya nisbəti. Baxın, buradan M10'a 1x desək, indi oxşarlığı quraq. Bizim hipotenuz və katet arasında qururuq. Baxın, böyük düzbucaqlı üçbucaqda hipotenuz MN-dir. Kiçik düzbucaqlı üçbucaqda ON-ə nisbəti. Böyük düzbucaqlı üçbucağın kateti, deməli HN-in kiçik düzbucaqlı üçbucağın katetinə, DN-ə nisbətinə bərabərdir. İndi M'in x plus 6'dır. ON 6'dır. HN 1,5 a'dırsa DN a'ya bərabərdir. Buradan da a'lar getdi. X plus 6 bərabərdir 9'a. X da bərabərdir 3'ə. X'in qiyməti 3'dürsə, onda M'in qiyməti, deməli M'in olur nə? X plus 6. Yəni elə 3 də gəl 6 oldu 9. Doğru cavab oldu 9. 66-cı suala baxaq. Deməli üçbucaq verib şəklini çəkək. Bizə deyir ki, ASB üçbucağında bir də YH. AB tərəfin uzunluğu 12 cm, BC tərəfin uzunluğu 10 cm-dir. AS'nin uzunluğu 8 cm, YH, deməli AY'nin uzunluğu da 2 cm olarsa, YH'ı tapın. Burada da bizə veribdir, bu bucaq alfadırsa, bu bucağı da alfa verib. İndi baxırıq, S ortaq bucaqdır. S'yə bir beta desəm, burada 2 dənə üçbucağın oxşarlığı var. Üçbucağın biri SYH-dır, digəri ASB üçbucağıdır. İndi baxaq, böyük üçbucaqda alfanın qarşısına duran tərəfin, böyük üçbucaqda alfanın, burada bax, bir də bunu da yazaq, bura qammadsa, burada qammadır. Elə. İndi böyük üçbucaqda alfanın qarşısına duran tərəf AC. Kiçik üçbucaqda alfanın qarşısına duran tərəfə nisbəti CH-a. Böyük üçbucaqda betanın qarşısına duran tərəfin AB-nin, kiçik üçbucaqda betanın qarşısına duran tərəfə YH-a nisbəti. Bir də böyük üçbucaqda qammanın qarşısına duran tərəf CB-nin, kiçik üçbucaqda qammanın qarşısına duran tərəfə CY-yə nisbətinə bərabərdir. Gəlin verilənləri yerinə yazaq, görək nə tapırıq. AC-nin uzunluğu 8, CH, bu məlum deyil, CH qalsın. AB-nin uzunluğu 12, YH-ın uzunluğu da məlum deyil. Bərabərdir CB-nin uzunluğu 10 cm, CY-nin uzunluğu 6 cm-dir. Çünki ümumi 8 isə bura qalır 6. Biz bu bərabərlikdən həm YH-ı tapa bilərik, həm də CH-ı. Bizdən YH-ı soruşduğuna görə elə mən YH-ı tapacağım buradan. O da olur nə? 10 YH bərabərdir 72. Onda YH oldu 7,2 C variantı. 67-ci suala baxaq. ABCD paralelogramında AC diaqonalı ilə DY parçası K nöqtəsində kəsişir. AC-nin uzunluğu 15-dir. BY-nin BC-yə nisbəti. BY tutaq ki K-dırsa, BC 3K-dır. Onda YC-yə qalır 2K. BC 3K-dırsa, AD də 3K-dır. Çünki paralelogramın qarşı tərəfləri bərabərdir. İndi bizə AC-nin uzunluğunu 15 cm verib. Mən bura X desəm, bura olur 15 çıxaq X ümumi. İndi AK-nı soruşur. Baxın uşaqlar, burada 2 dənə üçbucaq var ki, bunlar oxşardılar. Bu ilə bu. Bu ikisi. İndi bu oxşarlıqdan istifadə edərək desək ki, 3K-nın 2K-ya nisbəti bərabərdir nəyə? Onda 15 çıxaq X-in X-a nisbətinə. Bunlar ixtisar getdi. 3X bərabərdir 30 çıxaq 2X. 5X bərabərdir 30. X də bərabərdir 6. Bizdən AK-nı soruşur. AK 15 çıxaq X-dir. Yəni 15-dən 6-nı çıxanda cavab qaldı 9 C variantı. 68-ci suala baxaq. Radiusları 5 və 8 cm olan çevrələr xaricdən toxunur.
2 dənə çevrə çəkək. Xaricdən toxunun. Tutaq ki, çevrənin biri bu olsun. Digəri bu olsun. Bu çevrələr xaricdən toxunur. Bu çevrələrin ortaq nöqtəsindən keçməyən 2 dənə toxunan çəkilib. Tutaq ki, A nöqtəsindən 2 dənə toxunan çəkilib. Toxunan biri olsun bu. Çevrəni biraz böyüdək. İkinci toxulanı da çəkək. Toxunanların kəsişmə nöqtəsindən kiçik çevrənin mərkəzinə qədər məsafəni tapın. Toxunanların kəsişmə nöqtəsindən kiçik çevrənin mərkəzini tutaq ki, desək ki, buradır. Toxunanların kəsişmə nöqtəsindən kiçik çevrənin mərkəzinə qədər məsafəni soruşur. Biz toxunanların kəsişmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər məsafəni uzatsaq, bura belə. İndi baxın, kiçiyin radiusunu bizə vermişdi. Kiçik çevrənin radiusunu 5 cm. Biz də bilirik ki, radius toxunana perpendikulyardır. Buradan da birini verib, böyüyün də radiusu 8 cm-dir. Yenə radius toxunana perpendikulyardır. İndi baxırıq, bizə mərkəzdən A-dan O-ya qədər məsafəni soruşur, AO məsafəsini. Bura 8 isə bu hissə də 8-dir. Bu da 5-dir, 5-dir. Burada tutaq ki, K desək, AK məlum deyil, X-dir. Burada bir M deyirəm, bu da N nöqtəsi olsun, bu da O1 olsun. Burada 2 dənə düzbucaqlı üçbucaq var. Biri A, M, O düzbucaqlı üçbucağı oxşardır A, N, O düzbucaqlı üçbucağına. Onda düzbucaqlı üçbucaqda kiçik olanın kateti M10'un, böyüyün kateti N-O-ya nisbəti, kiçik düzbucaqlı üçbucağı hipotenuzu A10'un, böyük düzbucaqlı üçbucağın hipotenuzuna, yəni A-O1-ə nisbətinə bərabərdir. İndi baxaq. MO 5'dir. NO1 8'dir. AO'nun uzunluğu 5 plus X olsa, AO1'in uzunluğu 18 plus X'tir. Şimdi buna çarpaz vursa, olur nə? 40 plus 8X bərabərdir 90 plus 5X'ə. O da 8X'dən 5X çıxanda 90'dan 40 çıxırıq. 3X bərabərdir olur 50. X da bərabərdir 50'ni bölürük 3'ə. O da oldu 16 tam 3/2. Amma bizdən deməli A nöqtəsindən kiçik çevrənin mərkəzinə qədər məsafəni soruşurdu. A10'u soruşurdu. O da X plus 5 olduğuna görə 16 tam 3/2'nin üstünə 5 gəlirik. Cavab oldu 21 tam 3/2 A variantı. 69-cu sual yenə oxşar sual şəkli çəkək. İndi burada deyir ki, radiusları 5 və 7. Kiçiyin radiusu 5, böyüyün radiusu 7 olarsa, ortaq nöqtəsindən keçməyən 2 toxunan çəkilib. Bu toxunanların kəsişmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər məsafə. Onda bura 5-dirsə, burada 5-dir. Bu 7-dir, AKX-dir. İndi yenə oxşarlıq qururuq. Deməli, kiçik oxşarlıq oldu hansı üçbucaqlar arasında dedik? A, O, M üçbucağı ilə A, O1, N üçbucağın arasında oldu. İndi kiçik üçbucağın kateti M10'un, böyük üçbucağın kateti N, O1'ə nisbəti, kiçik üçbucağın hipotenuzu A10'un, böyük üçbucağın hipotenuzu A, O1'ə nisbətinə bərabərdir. MO 5'dir, NO1 7'dir. AO 5 plus X'tir, AO1 deməli 17 plus X'tir. Bunda çarpaz vursaq, olur nə? 35 üstə gələk 7x bərabərdir 85 üstə gələk 5x. 7x-dan 5x çıxanda 2x bərabərdir 50, x da oldu 25. 69'da bizdən soruşur ki, böyük çevrənin mərkəzinə qədər məsafə. Deməli, A-O1'i soruşur. A-O1'i tapanda 17'nin üstünə x gəlirik. O da oldu 17 üstə gələk 25. Cavab oldu 42 B variantı. 69. 70-ci suala baxaq. İndi 70-ci sualda BS 2 MN-dir.
M-in uzunluğu x-dirsə, B-si 2x-dir. Deməli bu orta xəttdir. Bizə də AM-nin sahəsini verib. AM-nin sahəsini verib 24 kvadrat santimetr. Biz bilirik ki, orta xəttin əmələ gətirdiyi üçbucağın sahəsi böyük üçbucağın 1/4-ə bərabərdir. Yəni 1/4 S 24-dürsə, ümumi sahəni soruşur. S də bərabərdir. 24 vuraq 4, 96. Elə bizdən ABC-ni soruşur. ABC-nin sahəsi oldu 96, B variantı. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Növbəti videoda testlərin ardını izah edəcəm.